Bir dənə sizə sadə misal deyim, aydınlaşsın. Bir nəfər birinə tutaq ki, bir bahalı maşın verib. Deyir ki, bunu sür. Sənin ixtiyarındadır. Puldan, paradan da cibinə qoyub, bir kef elə, məsələn. Bu da gəzir, force eləyir. Onu özünü göstərir, bunu özünü göstərir. Maşından düşəndə bir cür adamlar var ya, qiyməti maşını qədərdir də, maşınına fəxr eləyir. Düşəndə bir sağa sola baxır, binaya baxır. Ki, məsələn, bahalı maşından düşmüşəm. Məsələn, o köhnə Sovet maşının yolda qabağına çıxanda siqnal verir ki, çəkilsən, mənim qabağıma nə cürətlə çıxırsan. Belə bir adamdır. Hamının qabağında dik gəzir, indi birdən o maşını ona verən insanın çıxdı qabağına. Onda necə olur? Onun qabağında da force eləyir, yox. Bilirək, əsl sahibi odur. Biləndə ki, əsl sahibi odur, o saat onun yanında özünü yığışdırır. Bu yaxdan belə gəzən da onun nəyinə force eləsin? Bu deyim, mən vermişəm, mənim dərsini də sən istifadın üçün vermişəm sənə ki, biraz get, kef elə, biraz gəz, dolan, özü göstər. Belə bir halda maşının həqiqi sahibi onun qabağına çıxanda o saat yerinə düşür hər şey, başını aşağı salır. İnsan da bütün fəzilətlərinə fəxr eləmək istəyəndə sahibinə baxsa cilovlanır, yerində oturur. Bilir ki, bunun hamısını ona verən sahibidir, bunun heç nəyi yoxdur özünün. Hər şeyin sahibi odur. İnsanı cilovlamağın yeganə yolu budur. Elə ki, istəyir, başını dik tutsun, o saat gözünü sahibinə dikir, o saat mənim deyil axı bu. Mənim deyil. Bu sahibinindir. Özümdən mənim nəyim var ki, puluma təkəbbür eləmək istəyirəm, onundur. Elmimə təkəbbür eləmək istəyirəm, onundur. Əxlaqıma o lütf eləyib. Adam onun huzurunda özünü görsə, sahibinin qarşısında özünü görsə, həmişə təvazu halındadır.